Salam dəyərli həmkarlar, əziz şagirdlər. Demək, bugün ümumi tarix fənni üzrə Birinci Dünya müharibəsi mövzusundan danışacağıq. Bu mövzu şagirdlər üçün həddən artıq maraqlı, bir o qədər də mürəkkəb mövzudur. 20-ci əsrin əvvəllərində dövlətlərarası münasibətlər, hər bir dövlətin Birinci Dünya müharibəsinə qoşulmaqda məqsədi və müharibənin gedişatı, əsas hərbi əməliyyatlar baş vermiş döyüşlərdən danışacağıq. Əsas məqamlar hansılar ki, biz dərs boyu toxunacağıq. Müharibədən əvvəl dövlətlərarası münasibətlər, müharibənin başlanması, əsas hərbi əməliyyatlar və döyüşlər, müharibənin yekunları, bölmələri. İlk öncə 20-ci əsrin əvvəllərində dövlətlərarası münasibətlərin kəskinləşdirən amillərə baxaq. Burada əsas iki amili vurğulamalıyıq. Bunlar xammal və satış bazaları uğrunda mübarizə, müstəmləkələri yenidən bölüşdürmək uğrunda mübarizə. Bu iki əsas səbəb 20-ci əsrin əvvəllərində dövlətlərarası münasibətləri kəskinləşdirən əsas amillər idi. Böyük dövlətlər arasında rəqabətin artması sürətli silahlanmaya səbəb olurdu və Avropa dövlətlərindən ibarət iki hərbi siyasi blok formalaşmışdı. Bunlardan biri Antanta, digəri isə Üstlər İttifaqı idi. Tələblər və onların məqsədlərinə baxacağıq növbəti slaydımızda. Demək, Üstlər İttifaqına daxil olan dövlətlər Almaniya, Avstriya, Macaristan və İtaliya, Antantaya daxil olan dövlətlər Böyük Britaniya, Fransa və Rusiya idi. İndi ayrı-ayrı baxaq görək bu dövlətlərin məqsədləri nə idi? Rusiyanın məqsədi Balkan yarımadasında Bosfor və Dardanel boğazlarında tam hakimiyyətə sahib olmaq. Böyük Britaniyanın məqsədi Almaniyanın zəifləməsindən ayrılmaq, onun müstəmləkələrini də keçirməyə çalışırdı. Elzas və Turingiya torpaqlarını geri qaytarmaq və yeni ərazilər tutmaq niyyətində olan isə Fransa idi. Almaniya, Böyük Britaniya, Fransa və Rusiyanı zəiflədərək onların müstəmləkələrini də keçirməyə çalışırdı. Avstriya Macaristan Balkan yarımadasında öz nüfuzunu genişləndirməyə çalışır. Bu yolda onun ən böyük rəqibi Rusiya idi. İtaliya yeni ərazilər ələ keçirmək istəyirdi. Müharibənin başlanmasına baxaq. 1914-cü ildə Avstriya Macaristan taxtının vəliəhdi Frans Ferdinandın Bosniya səfərindən qısa danışaq. 1914-cü il demək Avstriya Macaristan Serbiyanı yenicə özünə ilhaq etmişdi və Serbiyada Avstriya Macaristana qarşı böyük bir nifrət hissi var idi. Serb millətçiləri gözlənilməz səfər zamanı Frans Ferdinandı demək sui-qəsd nəticəsində öldürəcəklər və bu hadisə müharibənin başlaması üçün bir bəhanə olacaq. Bir ay sonra iyul ayının artıq 28-də Avstriya Macaristan terrorun arxasında Serbiyanın durduğunu əsas gətirərək ona müharibə elan edir. Bir ay niyə gözləmişdi? Ultimatum vermişdi. Cinayətkarların Avstriya Macaristanın təhvil verməsindən bağlı, amma heç bir cavab ala bilmədikdə Almaniyanın da birbaşa burada təşəbbüsü var. Avstriya Macaristan Serbiyaya müharibə elan edir. Müharibə qısa zamanda demək digər dünya dövlətlərində qoşulması ilə böyük müharibəyə, dünya müharibəsinə çevriləcək. Müharibənin başlaması və dünya müharibəsinə çevrilməsi. Demək, Avstriya Macaristan Serbiya dediyimiz kimi müharibə elan edir. Bu zaman Serbiyanı müttəfiq olan Rusiya onu müdafiə etmək üçün Avstriya Macaristana müharibə elan edəcək. Paralel olaraq Avstriya Macaristan da Almaniyanı bilir ki, müttəfiqi Üstlər İttifaqının üzvlərindən biridir və Almaniyada Rusiya müharibə elan etmiş olur. Fransa Rusiyanın müttəfiqi idi və Fransa da müharibəyə qoşulmuş olur. Paralel olaraq burada bir məsələni də qeyd etməliyik ki, Almaniya həm də Fransa üzərinə artıq hücuma hazırlaşırdı müharibənin ilk günlərindən. Şrifin planı misal gətirə bilərik. Şrifin planı 1905-ci ildə hazırlanmışdır, müharibə başlamışdan 9 il əvvəl və burada əsas demək məqsəd qısa müddətdə Fransanı məğlub etmək və Rusiyanın üzərinə hücuma keçmək. Şrifin planının əsas mahiyyəti idi. Böyük Britaniya Almaniya müharibə edəcək. Burada hər kəsin qəbul etdiyi bir məsələ var. Demək ki, Almaniya 1914-cü ilin avqustunda Fransanı tez bir zamanda işğal etmək üçün Belçikaya qoşun yeridir. Bilirik ki, Almaniya Fransa arasında yerləşir Belçika ərazisi və Belçika birtərəflik haqqında müqavilə imzalanmışdı. Birtərəfliyin qorunması haqqında müqavilə. Bu müqavilə 1839-cu ildə imzalanmış London müqaviləsi idi. Müqavilənin şərtlərinə görə bir neçə böyük dövlət Belçikanın birtərəfliyini qoruyacaqdı. Onlardan da biri Böyük Britaniya idi. Və mən bir məsələni də qeyd edeyim. Əslində, həmin dövlətlərdən biri Almaniya idi. Orada Rusiya da var idi, Fransa da var idi. Bu baxımdan biz Cambridge-in məşhur professorlarının əslində həqiqətə uymayan bir qeydləri var, bir iddiaları var. Həmin iddialar bizim dərslərdə yol tapıb. Burada Böyük Britaniya müharibəyə qoşulmaqda əsl məqsədi öz mənafi idi. Çünki Almaniya qısa bir müddətdə Fransanı işğal edərdisə, artıq Avropada böyük gücə çevriləcəkdi və bu da Böyük Britaniya üçün gələcəkdə potensial təhlükə idi.
Burada əsl məqsəd əslində Almaniyanın bir növ qarşısını almaq idi. Amma biz demək tarixçilərin, ingilis tarixçilərin əsasında iddiasını qəbul etmişik. Böyük Britaniyanın onlar bir növ öhdəliklərinə sadiqliyini göstərmək üçün vurğulayırlar ki, Almaniya Belçikaya hücum etdiyinə görə Böyük Britaniya müharibəyə qoşulmuşdu. Yəni bir növ öz öhdəliyini, Belçikanın bir tərəfini qorumaq öhdəliyini yerinə yetirmək üçün. Amma Avropanın bir çox dövlətlərində, o cümlədən fransız tarixçilər, Alman dövlət xadimləri, tarixçiləri bunun əksini iddia edirlər. Yaponiya uzaq şərqdə Almaniya müharibə edəcək və demək bu Almaniyanın vəziyyətini əsas çətinləşdirən amillərdən biri olacaq. Almaniyanın müstəmləkələri Yaponiya tərəfindən işğal olunacaq. Osmanlı müharibəyə qoşulmasına baxaq. Demək Osmanlı dövləti müharibənin əvvəlində bir tərəfini elan etmişdi. İkinci Dünya müharibəsi də oxşar cəhətdir bu. Hər iki müharibənin əvvəlində demək bir tərəfini elan edir, amma Alman gəmilərindən ikisi sığınacaq almışdı Osmanlıdan və Qara dənizdə yerləşmişdi. Həmin gəmilər Rusiyaya atəş açır və nəticədə Osmanlı dövləti özündən bir ixtiyarında olmadan belə müharibəyə qoşulmuş olur. Rusiya Osmanlı üzərinə hücuma keçəcək, buna müharibə edərək və ardınca Fransa və İngiltərə də Osmanlıya müharibə edir. Beləcə Osmanlı dövləti 1914-cü ildə müharibəyə qoşulmuş olur. Hərbi əməliyyatlar 1914-cü ildə biz dərsimiz boyu müharibənin davam elədiyi bütün illər üzrə hərbi əməliyyatlara ayrı-ayrı toxunacağıq, yarım başlıqlarla. Və 1914-cü ilin hərbi əməliyyatlarından biz avqust ayında Belçika üzərinə Almaniyanın hücumunu qeyd etməliyik. Bu avqust ayının əvvəlində baş vermişdi və qeyd etdiyimiz kimi İngiltərənin müharibəyə qoşulma səbəbi kimi də göstərilir Almaniyanın Belçikaya hücumu. Ardınca biz demək Almanlar Fransa üzərinə hücuma keçən zaman Rusiyanın Almanları iki cəbhədə vuruşmağa məcbur etmək və öz müttəfiqlərinə kömək etmək məqsədi ilə Şərqi Prusiya, yəni Almaniya istiqamətində, daha doğrusu dəqiq desək Polşa istiqamətində 2 korpus göndərməsi, bunlar əlbəttə ki qurban idi, göndərməsi hadisəsini müşahidə edirik və Ruslar bu 2 korpusu göndərirlər ki, Almanlar bir növ vahid qoşunu parçalansın və qoşunun bir hissəsini şərqə doğru göndərsinlər. Həmin Rusiya qoşunları Tannenburg yaxınlığında çox rahatlıqla Almanlar tərəfindən məhv ediləcək, mühasirəyə alınaraq. Lakin Rusiya məğlub olsa da, bu hərbi əməliyyatda ən böyük qazanan Fransa olur. Fransa bir növ işğaldan canını qurtara bilir və qərb cəbhəsində artıq İngilis-Fransız qoşunları bir növ üstünlüyü ələ alacaq. Marna döyüşündə Almanlar məğlub edəcəklər və Almaniyanın ildırım sürətli müharibə planı kimi adlandırdığımız Schlieffen planı puça çıxacaq. Sentyabr ayında baş vermişdi Marna döyüşü və bu döyüş bir növ qeyd etdiyim kimi Almaniyanı məcbur etdiyi iki cəbhədə müharibə aparmağa. Demək olar ki, müharibənin taleyinə köklü təsir göstərdi. Hərbi əməliyyatlar 1915-ci ildə, burada ən vacib əməliyyatlardan biri olan Sarıqəmiş əməliyyatından danışacağıq. Qeyd etdiyimiz kimi Osmanlı dövləti 1914-cü ildə müharibəyə qoşuldu və buna qədər 3 cəbhədə müharibə gedirdi. Şərq cəbhəsi, Qərb cəbhəsi, Balkan cəbhəsi. Osmanlı müharibə qoşulması ilə yeni bir cəbhə yarandı, bu Qafqaz cəbhəsi idi və Qafqaz cəbhəsində Osmanlı dövləti, Osmanlı ordusu üçün çox faciəvi bir sonluqla bitən Sarıqamış əməliyyatından danışacağıq. 1914-cü ilin dekabrında başlayır, 1915-ci ilin yanvar aylarına qədər davam etmişdi. Bu əməliyyat zamanı Osmanlı qoşunu faciəvi şəkildə demək olar ki, məhv olur və əsas döyüşdə məğlubiyyətin səbəbləri, əməliyyat zamanı məğlubiyyətin səbəbləri Osmanlı qoşununun qış təchizatının olmaması, həm silah-sursat, həm geyim, həm də ərzaq təminatının çox az olması, Osmanlı iri demək hərbi məmurlarının verdiyi yanlış qərarlar birbaşa Sarıqamış əməliyyatının Osmanlı üçün faciəvi sonluqla bitməsinə gətirib çıxardı. Bu əməliyyat zamanı Ənvər Paşa idi Osmanlı qoşununa rəhbərlik edən və Ənvər Paşa iki istiqamətdə Rus qoşunu üzərinə hücum əmri verəcək. Yəni bu vaxtı digər əyanlar, digər məmurlar demək bu qərarın səhv olduğunu vurğulayırlar və Ənvər Paşa isə heç bir digər fikirlərə məhəl qoymadan qışın ən sərt günlərində Qafqaz dağlarında, şaxtalı günlərdə bu əməliyyatın yerinə yetirilməsinin vacibliyini vurğulayır və hərbi əməliyyatın başlaması üçün bir əmr verir. Qeydlərə görə Osmanlı qoşunları heç Ruslara çatmamış, yaxın təmas baş verməmiş, soyuqdan donaraq həlak olmuşlar. Rus zabitlərindən biri Çara yazdığı məktubda qeyd edirdi ki, bu əməliyyat zamanı türklərdən, müsəlmanlardan biz heç bir əsir ala bilmədik. Onlar biz gələnə qədər artıq öz Allahlarına təslim olmuşdular. Əlbəttə, çox soyuq hava demək aylar idi. O cümlədən istilik
təminatının olmaması, ərzaqın tükənməsi və belə bir vəziyyətdə çətin bir hərbi əməliyyatın yerinə yetirməsi olduqca bir çətinlik yaratdı Osmanlı qoşunları üçün və 90 minə yaxın qoşun soyuqdan donaraq həlak oldu. Sarıqamış əməliyyatının nəticəsində artıq ruslar üçün yol açılmış oldu və onlar Osmanlı dövlətinin şərq əyalətlərini işğal edəcəklər bu əməliyyatdan sonra. Çanaqqala döyüşünə baxaq. Fransa və İngilis qoşunları, ümumi adlı Antanta qoşunları 1915-ci ilin fevral və 1916-cı ilin yanvar ayları ərzində Osmanlı üzərinə, demək, Qara dəniz, Mərmərə dəniz, Egey dənizi üzərindən demək, hərbi əməliyyatlar yerinə yetirmək üçün demək, bir neçə addım atmışdılar. Onların əsas məqsədi Boğazı keçərək İstanbulu mühasirə almaq və Boğazı keçiddən sonra əlbəttə ki, Osmanlı bütövlükdə ərazilərini işğal etmək idi. Bir dövlət kimi Osmanlı imperiyasını demək, mövzunu başa çatdırmaq onların əsas məqsədi idi. Və bu əməliyyatlar İngilis-Fransızdan istədiyi kimi sonlanmayacaq. 1915 fevral ayından 16-cı yanvar ayına qədər davam edən Çanaqqala döyüşlərində demək ki, Osmanlı qoşunları parlaq qələbə qazanır, böyük şücaət, qəhrəmanlıq göstərirlər. Say nisbətinin silah-sursat baxımından digər düşmənə nisbətdə aşağı təminatlı olmasına baxmayaraq çox böyük qəhrəmanlıq göstərərək bu müharibədə Çanaqqala döyüşlərində parlaq qələbə qazanılır. Hərbi əməliyyatlar Qərb cəbhəsinə baxaq. 1915-ci il üçün Antantanın mövqe müharibəsinə keçməsi nəticəsində nələr baş verəcək? Almaniya və müttəfiqləri əsas diqqətləri Rusiyaya yönəldəcəklər və Rusiya 1915-ci ildə kompleks hücumlar nəticəsində çox ağır bir məğlubiyyətə uğrayacaq. Almaniya yeni silahlardan istifadə edir. Demək, İngiltərə qarşı ilk dəfə 1915-ci ildə sualtı qayıqlardan istifadə etmişdi. Belçikada zəhərli xlor qazından istifadə etmişdi. 1915-ci ildə demək, Antanta İtaliya ilə danışıqlar apararaq gizli şəkildə London sazişi imzalayırlar və 1915-ci ildə İtaliya Üstlər İttifaqını tərk edir, öz müttəfiqlərindən uzaqlaşaraq Antantaya daxil olur. Elə həmin ildə Almaniya və Avstriya Macaristan müttəfiq axtarışına çıxırlar. Osmanlı dövləti onsuz da müharibəyə qoşulmuşdu 1914-cü ildə. Bolqarıstan da bu müttəfiqliyə daxil olur. Nəticədə Dördlər İttifaqı yaranır. Hərbi əməliyyatlar 1916-cı ildə, demək, 1916-cı baş vermiş döyüşlərdən biz ən əsaslarını Küt-Lamare, Verdun döyüşü, Somma və Jutland dəniz döyüşündən danışacağıq. Küt-Lamare döyüşü, demək, ingilislərin ərəb ölkələrində təbliğat aparması, onlara bir neçə vəd verməsi və həmin vədlər hesabına ərəb ölkələrini öz tərəflərinə çəkməsi, biz bilirik ki, bu ölkələr Osmanlı imperiyasının tərkibində idi və demək, bu istiqamətdə fəaliyyətlərin nəticəsində toqquşmalar baş verəcək 1916-cı ildə. Küt-Lamare adlı yerdə baş verən döyüşlərdə Osmanlı qoşunu ingilislər üzərində parlaq qələbə qazanacaqlar. Verdun döyüşünə baxaq. Demək, Almaniya və Fransız qoşunu arasında baş vermişdi. Tarixə Verdun qəssabxanası kimi düşür. 6 aydan çox davam etmişdi və bu müharibələr zamanı hər iki tərəfdən çox böyük sayda itki olur. Lakin tərəflərdən heç bir həlledici irəliləyiş əldə edə bilmirlər. Yalnız Almaniya kiçik ərazilər ilə keçirə bilir və 6 ay davam etməsi kütləvi qırğınların həddən artıq ölüm hadisəsinin baş verməsinə görə tarixi Verdun qəssabxanası kimi düşür bu döyüşlər. Somma döyüşü, demək, 1916-cı baş verən digər döyüşlərdən biri İngilis-Fransız qüvvələrlə Almanlar arasında baş vermişdi və bu döyüşün tarixdə başqa adla biz tanıyırıq, məşhur döyüşdür. Çünki ilk dəfə bu döyüşdə tanklardan istifadə olunmuşdu və ingilislər kiçik ərazilərlə irəliyə bildilər. Ümumi götürəndə ingilislərin demək, qələbəsi ilə başa çatdı deyə bilərik Somma döyüşünə. Jutland dəniz döyüşü 1916-cı baş verən döyüşlərdən idi və Jutlandiya dəniz döyüşündə Alman və İngiltərə donanmaları arasında demək, müharibə tarixində ən böyük dəniz döyüşü idi və tərəflərdən heç bir üstünlük qazana bilməmişdi bu döyüşdə. Hərbi əməliyyatlar 1917-18-ci illər biz bu illərdə çox vacib məqamlara toxunacaq. Demək, ABŞ müharibəyə daxil olacaq 1917-ci ilin aprelində və ABŞ-ın müharibəyə qoşulmasının səbəbləri var idi. Antanta dövlətləri çoxlu borc almışdılar ABŞ-dan və Amerika Birləşmiş Ştatları Antanta dövlətləri məğlub olması halında bu borclarını geri ala bilməyəcəyini başa düşürdü. Bir səbəb bu idi. Demək, borc vermişdi və onların məğlub olmasını istəmirdi ABŞ. O cümlədən Alman sualtı qayıqları ingilislərlə mübarizə zamanı ABŞ-ın ticarət gəmilərinə ziyan vurmuşdu və bu amildə bir növ ABŞ-ın müharibəyə qoşulması üçün bir bəhanə olmuşdu. 1918-ci ildə mart ayının 2-də Rusiya müharibədən çıxacaq və bunun da səbəbləri var idi. Ardıcıl səbəblərdən danışaq. Biz bilirik ki, 1917-ci ildə Rusiyada fevral inqilabı baş verir və çar hakimiyyəti devrilir. Romanlılar sırasında hakimiyyəti başa çatır və Rusiyada 1917-ci ilin fevralından 1917-ci ilin oktyabr ayına qədər müvəqqəti rejim yaranır və 17-ci ilin oktyabrında bolşeviklər əhaliyə vədlər verərək hakimiyyətə gələcək. Bu vədlərin biri də Rusiyanı müharibədən çıxaracaqları ilə bağlı idi.
və 1917-ci oktyabrından demək ki 1918-ci mart ayına qədər bolşeviklər Rusiya müharibədən çıxarmaq üçün demək bir neçə addım atacaqlar və son olaraq nəticə Brest-Litovsk sülh müqaviləsinin imzalanması ilə Rusiya müharibədən çıxacaq. Brest-Litovsk sülh müqaviləsini Almaniya və müttəfiqlərlə bağlamışdı Rusiya, amma öz müttəfiqləri, yəni Antanta dövlətlərinə xəbər vermədən, ona görə bu müqaviləni bir separat akt kimi də, separat sülh kimi də adlandırır. Sonrakı illərdə belə bir Rusiya tərəfindən addımın atılması müharibədən sonrakı dövrdə dövlətlərarası münasibətlərdə Rusiyanın bir növ təcrid olunmasına gətirib çıxaracaq. Avropada hərbi əməliyyatlar davam edir. Demək 1917-ci oktyabrında İtaliya ordusu Alman və Avstriya qüvvələri tərəfindən darmadağın ediləcək və İtaliya əraziləri Almaniya və Avstriya qüvvələri tərəfindən ələ keçirilir. Bu döyüş nəticəsində 1918-ci ilin yayında Alman ordusu Paris istiqamətində hücumun qarşısı alınacaq. Bu zaman demək ki, ABŞ qoşunları da fransızlara dəstək göstərmişdi və İngilis qoşunları da birlikdə hərəkət etmişlər. 1918-ci ilin sentyabrında Bolqarıstan təslim olur və müharibədən çıxır. 18-ci ilin oktyabrında Osmanlı İmperiyası demək təslim olacaq və müharibədən çıxacaq. 1918-ci ilin noyabrında Avstriya-Macaristan barışığı imzalayır və müharibədən çıxır. Almaniya tək qalır və 1918-ci ilin noyabr ayının 9-da Almaniyada çevriliş olur, monarxiya devrilir və 2 gün sonra 1918-ci ilin noyabr ayının 11-də Almaniya rəqiblərlə sülh barışığını imzalayır və Birinci Dünya müharibəsi Antanta qoşunları, müttəfiq qoşunların qələbəsi ilə başa çatır. Birinci Dünya müharibəsində müharibədən dövlətlərin çıxma ardıcıllığına baxaq. Rusiya ilk olaraq müharibəni tərk edir. 1918-ci ilin mart ayında biz bu haqda danışdıq. Brest-Litovsk sülh müqaviləsini imzalayaraq ruslar uzaqlaşmışdılar. 1918-ci ilin may ayında Rumıniya demək təslim olacaq və müharibədən çıxacaq. 1918-ci sentyabrında Bolqarıstan təslim olur. Ardınca oktyabr ayında Osmanlı demək müharibədən çıxır. 1918-ci noyabrında Avstriya qeyd etdi ki, təslim olur. Noyabr ayının 3-ü, Almaniya isə 11 noyabr tarixində müharibəni tərk edəcək və beləcə Kampiyen meşəsində imzalanan sülh aktı ilə Almaniya müharibədə təslim olmuş olur. Beləcə müharibə sona çatır. Birinci Dünya müharibəsində Dördlər İttifaqının, yəni Almaniya və onun müttəfiqlərinin məğlub olma səbəblərinə baxaq. Almaniya və onun müttəfiqləri hərbi texniki iqtisadi baxımdan geri qalırdı Antanta üzvlərindən. O cümlədən blokadalar nəticəsində iqtisadiyyatlarına ağır zərbə vurulacaq və ordu təminatı pisləşəcək. Müttəfiq dövlətlərin söhbət Almaniya və onun müttəfiqlərindən gedir. O cümlədən maddi ehtiyatlar və canlı qüvvə baxımından da Antantanın üstün olması Almaniya və onun müttəfiqlərinin məğlub olmasına nəticələnmişdir. Müharibənin nəticələrinə baxaq. Ən əsas nəticələri vurğulayacağım sizlər üçün. Maddi ehtiyatlar və canlı qüvvə baxımından üstün olan Antanta qalib gəlir bu müharibədə. Almaniya, Avstriya, Macaristan, Osmanlı və Rusiya imperiyaları parçalanır. Testlərdə tez-tez rast gəldiyimiz və bu hadisələrin fonunda Avropanın siyasi xəritəsi dəyişir. ABŞ müharibədən ən güclü çıxan dövlət olur, hətta borc alan ölkədən borc verən bir dövlətə çevrilir. Müstəmləkə sisteminə ağır zərbə vurulur. Almaniya, Rusiya, o cümlədən Avstriya, Macaristan və Osmanlı müstəmləkələri bu dövlətlərin əlindən çıxır. Beləcə müstəmləkə sisteminə ağır zərbə vurulmuş olur. Belə, əziz həmkarlar və dəyərli şagirdlər, demək bu bizim paylaşdığımız ilk dərsimiz idi. Növbəti günlərdə əlavə çətinlik çəkdiyi abituriyentlərin əsasən çətinlik çəkdiyi, onlar üçün mürəkkəb olan mövzulara toxunacağıq. Məqsəd sizlərin həm hazırlıq prosesini, Söhbət Universitet qəbul imtahanlarından gedir, o cümlədən hörmətli müəllimlərimizin, həmkarlarımızın sertifikasiya hazırlıq prosesinə onlara dəstək göstərməkdir. Onlayn olaraq dərslərimizə qoşulmaq istəsəz, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz.